Sevinç Vagif qızı Hüseynova 6-sı 9-cu ay 2018-ci il tarixdən 13-ü 9-cu ay 2023-cü il tarixədək 227 nömrəli tam orta ümumi təhsil məktəbinin, 14-ü 9-cu ay 2023-cü il tarixindən isə 278 nömrəli tam orta ümumi təhsil məktəbinin direktoru kimi çalışır. Hazırda vəzifə səlahiyyətlərini icra edir. Bu barədə Müsavat.com-a Bakı şəhəri üzrə təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun yaydığı məlumatdan sonra eyni ad soyadlı şəxslərin qarşılaşdırılması bəzi kütləvi informasiya vasitələrində yanlış xəbərlərin yayılmasına səbəb olub. Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə Azərbaycan vətəndaşı Hüseynova Sevinç Əlisafa qızı ekstradisiya olunub. Bildirilib ki, o məktəb direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə şübhəli bilinir və barəsində beynəlxalq axtarış elan olunmuşdu. BŞT isə mediada yayılan məlumatlara aydınlıq gətirərək qeyd edib ki, xəbərlərdə adı çəkilən şəxs 278 nömrəli məktəbin direktoru Sevinç Vagif qızı Hüseynova ilə eyni şəxs deyil. Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul uğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının uğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərdə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o zərər çəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib, daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini uğurlayıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.